Qızım, biz I wish strukturasını peşmançılıq və yaxud da ki, narazıçılıq bildirmək üçün istifadə edirik və Azərbaycanda da bu kəşke kimi istifadə olunur. I wish I could, I wish I had, I wish I were, I wish I knew. For instance, gəl bir neçə nümunələrə baxaq. Əgər to be olaraq nəzərdə tuturuqsa, deməli biz keçmişdə were istifadə edə bilirik. I wish I were rich, I wish I knew her name, I wish it didn't rain so often here. Wish plus past perfect strukturasından da istifadə edə bilirik. Sən bilirsən ki, past perfect had plus past participle to-dan istifadə olunur. Yəni feilin üçüncü forması. Like I wish I had studied harder for the exam. Kəşke imtahan üçün daha çox çalışsaydım. Amma çalışmadım və bundan dolayı da nəticəm pis oldu. I wish I hadn't said that to her. Kəşke ona bunu deməsəydim, amma dedim. They wish they had bought that house last year. Eyni zamanda wish plus would strukturasında nəzər yetirək. I wish it would stop raining. I wish you would listen to me. I wish she wouldn't drive so fast. Okay? I wish plus past simple or I wish plus past perfect, wish plus would.